الحمد لله الذي كتب الموت على عباده وتفرد بالبقاء والدوام وجعل هذه الحياة الدنيا دار ممر لا دار مقار، والآخرة دار الجزاء وقرار. نحمده سبحانه ونشكره ونستعينه ونستغفره ونسأله حسن الخاتمة والثبات عند الممات، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، كلمة نحيا عليها ونسأل الله أن نموت عليها ونلقاه بها. وأشهد أن محمدًا عبده ورسوله، بلغ الرسالة وأدى الأمانة ونصح الأمة وتركها على محجة البيضاء، صلى الله وسلم وبارك عليه وعلى آله وصحبه أجمعين. أما بعد، فأوصيكم ونفسي بتقوى الله، فإنها خير زاد ليوم الرحيل، وتزودوا فإن خير الزاد التقوى واتقون يا أولي الألباب. Əziz, değerli kardeşler, əziz hörmətli müsəlmanlar, İlk növbədə nəfsimə, sonra sizə Allahdan qorxmağı tövsiyə edirəm. Və təqva səfər günü üçün ən xeyirli azüqədir. Buyurur ki, Allah Teala özünüzlə azüqə götürün və ən xeyirli azüqə təqvadır. Ey ağıl sahibləri, məndən qorxun. Və sonra bir anlıq düşün ki, təsəvvür et ki, bugün son günündür. Və əgər bilsən ki, bugün dünyadan son günündür, nə edərsən, nə deyərsən, son saatlarını nə ilə məşğul edərsən, qəlbin nəyi arzulayar? Gəlin cavabı kənara qoyaq. Əksinə baxaq bir kişinin son günlərinə. O kişi ki, dünyanın həqiqiliyini bizdən daha çox bilib. Ahirəti, Allah'ı daha çox tanıyıb. O kişi Muhammed'dir. Sallallahu aleyhi ve sellem. Onun axır gününə baxaq. Nə edib? Necə keçirib? O səfər günü, o gün onun üçün artıq gəlib çatdıqda, o ayrılıq günündə dəvətin yükünü daşıyan o mübarək bədən, ayaqları şişənə qədər ibadət edən, mübarizə aparan, səbr edən, ümməti öyrədən o bədən zəifləməyə başlamışdı. Lakin təəccüblüsü odur ki, və insanı düşündürən odur ki, qüvvəti, gücü zəifləsə də, lakin qəlbində daşıdığı o əzəmətli dəyərlər bizim üçün daha aydın olub. Və onun o gününə nəzər etsək, baxsaq diqqətlə dərk edərik. Ayağa qalxmadığı o xəstəliyi ərəfəsində, o dönəmdə bax nəyə həris olub. Dünyaya gətirdiyi və dünya üçün doğulduğu, ona görə doğulduğu o əzəmətli dəyəri o anda belə unutmayıb, qoruyub. O dəyəri, o tohidi qoruyub ölüm anında belə. Deyir ki, Ayşə radiyallahu anh, elə ki, Peyğəmbərə ölüm ayının anında o xəstəlik, onun ağrısı onu bürümüşdü, üzünü örtmüşdü. Və elə ki, nəfəsi daralırdı, yəni qızdırmanın şiddətindən o örtünü üzündən götürürdü və o haldayken deyirdi ki, Allah
lənət etsin Yahudi nəsranilərə. Peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirdilər. Deyir ki, Ayşə radiyallahu anhə yuhəzziru mə sənəu, onların etdiyindən çəkindirirdi. Hətta o anda dünya ilə vidalaşdığı o anda qorxurdu ümməti üçün, qorxurdu ki, tohidinə xələl gələr. Baxmayaraq o dəvəti o başlamışdı. İnsanları Allahın ibadətinə, təkliyinə o çağırmışdı. Və xəstəliyi hərəfəsində də unutmur onu. Çəkindirir şirkə aparan, həddi aşmağa aparan, hər bir yoldan həyatı tohidlə başlayıb, tohidlə yaşayıb və tohidlə də sona çatıb. Sonra xəstəliyi biraz daha şiddətlənəndə bax nə etmək istəyib, ayağa qalxmaq istədi, lakin huşunu itirdi. Sonra ayıldı, önəm verdiyi, düşündüyü nə idi? İnsanlar namazı qıldı mı? Deyə soruşdu. Baxmayaraq səhabələr gözləyirdi Peyğəmbərini, onun çıxmağını. O da istəyirdi onların yanına qalxmaq, çıxmaq. Yuyundu, qalxmağa cəhd etdi, lakin yenə huşunu itirdi. Və yenə ayıldı, yenə sualı təkrarladı. İnsanlar namazı qıldı mı? Hətta nəhayət dedi ki, əmr edin, Əbu Bakır insanlara namazı qıldırsın. Cəsəd ola bilsin, aciz olsun sahibini daşımaqdan. Lakin Peyğəmbərin qəlbi namazla dolu idi. Namaz qəlbindən düşməmişdi. Ona görə vəsiyyəti də, son vəsiyyəti də namaz idi. Deyir ki, Əli ibn Əbi Talib, Peyğəmbər sallallahu aleyhi və səlləmin ən söz kəlmələri Əs-salə, əs-salə, İttəqullaha fīmə mələkət eymanikum. Namaz, namaz, əlinizin altında olanlara görə Allahdan qorxun. Və gəlib bəzi rəvayətlərdə deyir ki, Əs-salə, əs-salə, və mə mələkət eymanikum. Namaz, namaz, əlinizin altında olanlara diqqət edin. Səfərin son anı, son dəqiqələri bununla yanaşı tohid qorundu. Namaz vəsiyyət olundu. Haqlar unudulmadı. Sonra saat biraz daha yaxınlaşdı. Ölüm, ağrısı, sərxoşluğu, bihuşluğu daha da şiddətləndi. Peyğəmbər sallallahu aleyhi və səlləm üçün. Və əlinin altında, içində su olan bir qab var idi. Əlini onun içine salır, üzünü silirdi və deyirdi ki, La ilahə illallah innə lil mevti ilə səkarat. La ilahə illallah həqiqətən ölümün sərxoşluğu var, yəni ağrısı, acısı var. La ilahə illallah, yəni Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Həqiqətən ölüm ağrılı, acılıdır. Bu kəlmədə biraz dayan. Bu kəlməni Allahdan qafil olan bir kişi demir. Allahın elçisi deyir. Hansı ki Allaha ən sevimli məxluq idi. Ən sevimli qulu idi. Keçmiş, gələcək günahları bağışlanmış biridir. Və Ayşə radiyallahu anhə o anı öz gözləri ilə görüb. Peyğəmbər sallallahu aleyhi və səlləmin çəkdiyi ağrıları şahid olub ona görə deyirdi ki, Mə əqbitu əhədən bihəvani mevtin bə'dəl-ləzi rəaytu min şiddəti mevti Rasulillahi sallallahu aleyhi və səlləm. Deyir ki, radiyallahu anhə, Peyğəmbər sallallahu aleyhi və səlləmin ölən ikən ağrı acı çəkməsini görəndən sonra heç kimin asan ölümünə qibtə eləmirəm. Belə zənn etmə ki, ölüm ağrıdırsa, acılıdırsa, çətin gəlirsə, bu pis sonluq deməkdir, yox əsla. Allahın ən şərəfli məxluqu, məxluqatın ağası onu dadıb və ibrət onda deyil ki, ölüm asan olsun. İbrət ondadır ki, ölüm səni hansı halda yaxalayacaq. Fələulə izə bələğətil hülqum. Can boğaza çatdığı an. Və əntum hinə izin tanzurun. Siz ona baxacaqsınız. Və nəhnu əqrabu iləyhi minkum və ləkin lə tubsirun.
Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz. O an bütün ömür boyu uğruna yaşadığın, ömrünü sərf etdiyin o değerler, o eşyalar hamısı düşəcək değerden. Qalacaq dünyada mal da, mülk də, evdə, ailədə, vəzifədə, şərəfdə insanlar ətrafında olacaq, baxacaq. Lakin səninlə Allah arasında etdiklərin qalacaq. Danışdıqların qalacaq. O əzəmətli an Peyğəmbərin dilindən tevhid kəlməsi düşmür. La ilahe illallah. O kəlmə hansı ki çağırıb ona Məkkədə dəvət edib, o kəlməyə görə vuruşub, mübarizə aparıb, o kəlmə onun üzərində səhabələrini tərbiyə edib, o kəlmə dünyadan ayrıldığı son anda da dilindeydi. Ve sonra kaldırıp gözünü yukarı ve deyip ki Er-Rafiqul A'la, uca dostu, Allah'la karşılaşmağı sevip, dikeldi belini semaya doğru deyip bu kelimeleri ve nihayet eli düşüp, ruhu alınıp, bir ki Ayşe radiyallahu anh'a Peygamber sallallahu aleyhi ve sellem evimde vefat edip, benim günümde, gecemde, yani növbəmdə, başı sinemle boğazım arasında, sonra Abdurrahman ibn Ebu Bakır daxil oldu. Elinde təzə misvak vardı, yaş, ve baktım ona doğru. Elə başa düştüm, zannettim ki istəyir. Götürdüm ondan, çeynədim, əzdim, yumuşattım, temizledim, ona verdim. Ve onunla gördüğüm en güzel bir şekilde misvaklandı. Sonra onu mənə uzatmaq istedi, lakin eli düştü. Ve onun için dua etmeye başladım. Cebrail'in ona ettiği duanı ve o dua ki xəstələndikdə özü edirdi. Lakin o gün o duanı eləmədi. Ediblər ki, alimlər o dua Cebrail'in ona ettiği duada ihtimal edilen. Dedi ki Bismillahirrahmanirrahim. Necə bilirsiniz? Allah'ın adıyla seni rukiye edirəm. Ve bazı alimler de deyib ki, özünün ettiği duada Allahümme Rabbin nas. Allah'ım ey insanların Rabbi, əziyyəti qaldır. Lakin o gün o duanı eləmədi. Gözünü kaldırdı semaya, dedi ki Er-Rafiqul A'la. Uca dostu, uca yoldaştır. Sonra canı alındı. Yani ruhu çıktı. Ve deyir ki Ayşe radiyallahu anh'a, dünyadan son gününde, onun son gününde benim ağız suyumla onun ağız suyunu bir yere cəm edən Allah'a həmd olsun. Ona göre bak o saatler, onun o son dəqiqələri bize ne öğretti? Öğretti ki tevhid önemli değil. Öğretti ki namaz var, yerine yetirilməlidir. Öğretti bəndələrin haklarını. Öğretti Allah'la karşılaşmaya hazırlaşmalısan. Dünyanın, bütöv bir dünyanın o böylüğüne bakmayarak kiçildiği o anda əzəmətli qalan bulardı. Ona göre de Rabbini unutmuş. Dünya ile meşgul olan insan terk edeceğin dünya budur. Tövbeni geciktiren, ömründen her gün azalan budur. Azanı eşidip namazı geciktiren, hatırla Peygambervi, kalkmak istese de, bacarmasa da, kılmak istediği o namaz, önem verdiği o mesele odur. İnsanlar namazı kılıp yoksa yok. Ona göre de ölüme hazırlık için ihtiyaç yoktu ki bilesen hansı gün öleceksen. Bəs edir ki bilesen öleceksen. Ona göre niyetini düzelt. Tevhidini düzelt. Namazları koru. Bəndələrin haklarını ver. Ne kadar ki tövbe kapısı açıqdır, tövbe et. Ve Allah'la karşılaşanda olmak istediğin, sevdiğin o halı, o halda çıkmak istəyirsən Allah'ın karşısına, elə yaşa. Elə yaşa ki o halda çıkasan. Çünkü bu dünyanın, bu hayatın son günü var. Üreğin
son döyüntüsü var. Dilin bacaracaqsa deyəcəyi son kəlmə var. Və nə xoşbəxtdir o insanlar ki, həyatı Allah üçündür. Və nə xoşbəxtdir o insan ki, sonluğu Allah Taala'nın itayətindədir. Allah'ım bizi tevhid, sünnə üzərində yaşat. Sonluğumuzu itayətində et. Allah'ım namazı gözümüzün nuru, sevinci et. Bizi seninle qarşılaşana qədər itayətdə sabit et. Allah'ım ölümün sərxoşluğunu, ağrısını, acısını bizim için asanlaştır. Sonluğumuzu gözəl et. En xeyirli günlerimizi seninle qarşılaşacağımız gün et. Allah'ım İslamı, Müslümanları izzətli et. Harda zəif Müslümanlar varsa onlara kömək ol. Xəstələrinə şəfa ver. Acılarını doyur. Ölkəmizi, digər Müslüman ölkələrini xətadan, bəladan qoru. Ölkə başçımızı qoru. Ətrafında ona xeyirdə dəstək olan insanları cəm et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və li səiril musliminə min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi ya'idukum la'allakum tadhakkarun.